Qəzalı və acınacaqlı vəziyyətdə olan Şəmkir rayon Əhməd Cəmil adına Zəyəm qəsəbə tam orta məktəbi 3 il aparılan əsaslı təmirdən sonra istifadəyə verilib. 1176 şagird yerlik məktəb Elm və Təhsil Nazirliyi tərəfindən əsaslı təmir olunub. Məktəbdə sinif otaqları, fizika, kimya, biologiya, texnologiya, informatika, çağırışa qədərki hazırlıq otaqları, kitabxana, yeməkxana, akt və idman zalları, inzibati heyət üçün iş otaqları istifadəyə verilib. Məktəb binası həmçinin mərkəzləşmiş istilik sistemi ilə tam təchiz edilib. Ona daha çox sevinənlər isə təbii ki, məktəbdə təhsil alan şagirdlər və bu məktəbdə çalışan müəllimlərdir. Əvvəlcə məktəbimiz pis vəziyyətdə idi, yaxşı oxuya bilmirdik, şəraitimiz pis idi. İndi isə daha yaxşı təhsil ala bilirik. Çox şükür ki, müasir standartlara uyğun ləvazimatlardan təmin olunubdur. Bizə çox gözəl şərait yaradılıbdır. Gördüyümüz kimi hərbi kabinetimiz var. Burada inanıram ki, daha da vətənpərvər şəraitlər var. Hərbi kabinetdə müasir standart dərs tələblərini yerinə yetirmək üçün bizim proyektlərimiz var. Kompüterdən təmin ediblər, silahlardan təmin ediblər. Müasir standartdan dərs keçmək üçün bütün şəraitimiz var. Əvvəlcə şərait pis olsa da biz təbii ki də dərsimiz, təhsilimiz davam eləyirdi. Amma buna baxmayaraq soyuqda tədris davam eləyə bilmirdi. Səbəb odur ki, sinif otaqları hədsiz soyuq idi. Sobalardan tüstülər gəlirdi. Uşaqlar, valideynlər də buna görə uşaqlarını göndərə bilmirdilər. Deyirdilər çox soyuqdur. Kamran Əski Paralı, Amin Qəhrəmanov, Səs TV Xəbər, Şəmkir.